Bugün sizə öz təbii məhsullardan danışacağım. Şirniyyat mafiyası çox insanların, xüsusilə cavanların başını bürüyüb. Qazlı içkilər, suni şirniyyat almağa tərəddüd etmirlər. Amma məsələ bal, təbii yağa və s. təbii şeylərə gələndə fikirləşirlər, alınmı, bahadımı? Və onun nəticəsi odur ki, uşaq olmayan ailələr, erkən yaşda saç tökülməsi yaşayanlar, artıq çəkidən əziyyət çəkənlər, daimi yorğunluq və s. Ona görə mən səni dəvət edirəm təbii məhsullarla qidalanmağa. Bu təmiz, şəkərsiz balımızdır. Bu balqaba yağıdır. Cavanlar üçün moşni yağıdır. Alakanqal yağı, qaraciyər təmizləyir. Quncut yağı, sümük və əzələlər üçün möhkəmləndirir. Bu propolisdir. Azərbaycanca bilmirəm nədir. Təbii antibiotikdir. Bu isə arı çiçəyin tozudur. Liboy energetikdən yaxşı şeydir. Öz sağlamlığınızı qoruyun.